Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Mən Hüseyin Elmir Əmlak olaraq bugün özüm tək gəlmişəm sizə təcili olaraq bir ev satılır. Bütün əşyalı, 6 sot, 6 sot. Yeri də çox gözəldir, dəyərli izləyicilər. Baxın, bütöv olaraq əşyalı bu ev satılır. Qiyməti də çox qəşəngdir. Gəldim ki, sizlərə göstərim buranı. Ola bilər mən bunu təkrar olaraq çəkirəm, amma əvvəl boş idi. İndi isə bütün əşyalı olaraq satılır bu ev. Bir daha söyləyirəm, 6 sotdur, 250 kvadrat. Həyətində hal-hazırda gördüyümüz kimi manqal. Göstərəcəm hamısını göstərəcəm sizə bir-bir. Zəhmət olmasa yenə baxardınız. Bu sizə maraqlı bir ev ola bilər. Bax, burada sanitar qovşağı, burada manqal. Sanitar qovşağın arxasında əldamı yerləşir. Bura isə bir maşınlıq qarajdır, amma kim istəsə buranın da önün bağlayıb cam balkona qoşa bilər. Həyət çox qəşəngdir, moderndir. Kamera xəttlərinə qədər hamısı çəkilib hazırdır. Burada hovuz 4 metrənin 7 metri olan filtrli hovuzdur. Bura söhbətgah, isti döşəmə ilə təmir olunub. Maşallah, söhbətgahda hər bir şey mövcuddur. Stolu, mətbəx mebeli, televizori, aspiratoru hamısı qoyulub yerindədir. İndi isə keçirəm mən. Buradakı gördüyümüz kimi ümumi giriş qapısıdır. Baldır, bal. Çox qəşəng evdir. Qonaq otağıdır, ümumi giriş hissədir, mətbəxdir. Mətbəxin qarşısı ümumi girişə bütöv olaraq verandadır. Dəyərli izləyicilərimiz, təcil olaraq satılır deyənə, operatorlarım burada yoxdur deyənə özüm gəldim, buranı çəkib sizlərə təqdim edirəm ki, görəsiz. Bu ev çox qəşəngdir. Bir daha söylürəm, bütün əşyalarıyla birlikdə satılır bu ev. Qiymət start olaraq 420 min manatdır. 6 sot çox gözəl bir ərazidə, çox qəşəng bir ərazidə, əzizlərim. Yenə deyirəm, baxın bu təqdimata, dəyərləndirin. Allahın köməkliyi ilə hər gün 21:00-da sizlərə yenə də evlər çəkəcək, təqdim eləyəcək. Yeni ilə gedirik Allahın köməkliyi ilə. İnşallah ki, gələn səfər yenə də Elvinlə çəkiliş edəcəm. Əlbəttə ki. Bura evin ümumi giriş qapısıdır. Çöldən çəkmişdim, maşallah. Görürsünüz, nə gözəl, nə qəşəng, geniş bir dəhlizi var. Dəhliz. Burada divarın içərisində dolab yığılıb. Sizi salamlayıram buradan. Mən özüm Hüseyin buradayam. Çəkilişi özüm eləyirəm. Tam mərkəzdə bir də bəzənmə stolu düzəlib. Orada da ki, yataq otaqlarıdır. Gəlirik, keçirik buradan sol tərəfdə. Gözəl bir qonaq otağı. Qonaq otağında bütün elektronikalar, kondisioner, sobalar, televizor, qaz sobası, paltar yuyan maşın, soyuducu, stol, hər bir şey mövcuddur. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub, əzizlərim. Bir daha söyləyirəm, tam kupça torpağında, evin də 6 sot. Ev hündür tavana malikdir, çox qəşəng, işıqlı, gözəl bir evdir. Burada da belə bir geniş bir dəhliz var. Bu dəhlizdə yerləşir. Birinci yataq otağı, bütün əşyalı. Baxaq, divarın içərisində dolab yığılıb, yataq dəsti, kondisioner, hər bir şey qoyulub. Buradan çıxırıq. Çıxan kimi sağ tərəfdə evin daxilində yerləşən sanitar qovşağı. Buradan çıxırıq. Gedirik ikinci yataq otağına. Bura ikinci yataq otağı. Maşallah. Tam əşyalı, qəşəng. Sizə qonaq otağını göstərim, sonra üçüncü yataq otağını göstərəcəm. Çünki çox maraqlıdır, çox qəşəngdir. Qonaq otağı, maşallah. Allah hər kəsə qismət eləsin belə evlər. Yeni il gəlir. Burada da qonaq otağında da hər şey mövcuddur. Stol, kondisioner, televizor, TV stand, divan, hər şeyi var.
Şükür. Burada demək olar ki, heç nə eləməyəcəksiniz. Kimə nə lazım olsa, yəni qab, qaşıq, pal-paltar. Başqa məncə bura heç nə lazım deyil. Çünki xalçasına qədər var idi. Bu bəzənmə stolundan bir daha sizi salamlayıram dəyərli izləyicilərimiz. İndi isə sizə sonuncu, üçüncü yataq otağını göstərirəm. Bu yataq otağı da bütün əşyalıdır. Yataq otağının daxilində qardırob otağı var. Gördüyünüz kimi bütün dolablar yığılıb. Bu yataq otağının daxilində sanitar qovşağı var. Bu yataq otağının da özünün kondisioneri qoyulub. Hər bir şey var idi. Dəyərli həmyerlilərim, dəyərli izləyicilərim, Elmir Əmlaş kanalının izləyiciləri, burada sizinlə sağollaşıram. Mərdəkanda yox, gözəl bir məkanda yox, gözəl bir ərazidəyik. Sizlərə 6 sotun içərisində özüm, mən Hüseyin özüm sizlərə bu evi təqdim elədim. Görünmədim, amma güzgüdən sizə özümü də göstərirəm. İnşallah görüşmək ümidi ilə sizinlə sağollaşıram. Abunə olmağı, paylaşmağı və like eləməyi unutmayın. Təşəkkürlər sizə.